Bu ilki Ramazan'da ülkemizin ve halkımızın talihini Zat-ı Alleri Prezident İlham Əliyev siyasi kudreti ve qətiyyəti sayesinde devam eden zafer abu havasında daxil olur. Qarabağın bütün bölgelerinde devlet bayrağının dalgalanması, məscidlərin minarelerinden azan seslerinin ucalması, tarihi adaletin, arazi bütövlüğümüzün ve suverenliğimizin barpası, galip halk olarak bize ne kadar büyük gurur ve fəxarat bəxş edir. Dünyanın Azerbaycan'ın müzəffər siyasi liderinin sülh yolunu kabul edip təqdir etmesi, mükafatlandırılması ile bir o kadar iftihar duyuruq. Malumunuz olduğu kimi Ali Mükafat Təşkilatının baş katibi Muhammed Abdüssalam'ın dəvəti Abu Dhabi şəhərində 2026 yıl üçün Zayed İnsan Qardaşlığı mükafatının təqdim etmə mərasimində iştirak etdim.